Birth, Marriage and Death, doğum, evlilik ve ölüm. Unit 2, ikinci ders, English Vocabulary News. İkinci ise marriage. B paragrafına baxırıq. If you do not have a partner, you are single. Single sözü subay deməkdir. Əgər sən kiminləsə evli deyilsənsə, sən subaysan. Single. If you have a husband or wife, you are married. Əgər sənin ərin və yaxud arvadın varsa, sən evli sayılırsan. Married evli deməkdir. If your husband or wife dies, you are widowed. Əgər sənin ərin və yaxud arvadın ölübsə, you are widowed. Sən dul sayılırsan. Widowed dul deməkdir. If your marriage breaks up, you are separated, divorced. Əgər sənin evliliyin sona çatıbsa, sən separated, sən boşanmış sayılırsan. Boşanmış iki dənə söz var. Separated, divorced, hər ikisi boşanmış mənasını verir. Yəni mənası odur ki, marriage has legally ended. Rəsmi olaraq evlilik sona çatıb. Harry and Saray got married. Henry və Saray evləniblər. They got married in 2001. Onlar 2011-ci ildə evləniblər. 2001-ci ildə evləniblər. Married without got is a more formal. Married got sözü ilə daha rəsmidir. They went on their honeymoon to Italy. Onlar bal ayına İtaliyaya gediblər. Honeymoon bal ayı deməkdir. They were married for 15 years. 15 ildir ki, onlar evlidirlər. Burada sözlər var. The wedding toy deməkdir. Bride, groom bəy mənasını verir. Bride isə gəlin mənasını verir.